bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Göster göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ondan bir paparlık diktirseydin, oynardım ben duyunca duyunca. Ondan bir paparlık diktirseydin, oynardım ben duyunca duyunca. Şımal şımal göster, bir yere sal göster. Ay şımal şımal göster, bir yere sal göster. Göster göster her ne var, kızlar bezenme ister. Göster göster her ne var, kızlar bezenme ister. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ah ne güzel parçadır, güllerde goncadır, koy bezeyi konçadır, konça konça. Ondan bir paparlık diktirseydin, oynardım ben duyunca duyunca. Ondan bir paparlık diktirseydin, oynardım ben duyunca duyunca. Ondan bir paparlık diktirseydin, oynardım ben duyunca duyunca. Ondan bir paparlık diktirseydin.
Mən Əsgərova Cəmilə hazırladığım saytı sizə təqdim edirəm. Bu sayt uzun və böyük səbir tələb edən bir yolun nəticəsidir. Hər detal üzərində diqqətlə işlənmiş, düşünülmüş və formalaşdırılmışdır. Nəticədə isə bir ideya reallığa çevrildi. Təxəyyül Art Group, yaradıcı insanların bir araya gəldiyi məkan. Bu platformanın məqsədi yaradıcılığı birləşdirmək, sənəti daha geniş auditoriyaya çatdırmaqdır. Bu sadəcə bir sayt deyil. Bu, təxəyyüllü rənglərlə danışdığı bir dünyadır. Siz də bu dünyanın bir parçası olun. Və indi bu yaradıcı dünyanın ən canlı hissəsinə keçək. Təxəyyülün gerçəyə çevrildiyi məkan, sərgi bölməsi. Burada hər əsər bir hissin izidir, hər rəng bir düşüncənin səsidir. Sizi bu sənət yolculuğuna dəvət edirəm. Kəşf etməyə hazırsınız? Bölmələrin üzərinə klik edərək maraqlandığınız sahəyə keçid edə bilərsiniz. Sizə xoş izləmələr. Burada tanış olub bizim haqqda daha ətraflı məlumat əldə edə bilərsiniz. Əlaqə bölməsinə yazaraq siz də Təxəyyül Art qrupuna üzv ola bilərsiniz. Hər vaxtınız xeyir olsun, əziz dəyərli qonaqlar, sizlərə bu gözəl gündə, bu xoş gündə Təxəyyül Art qrupunun bu gözəl məclisində hər birinizi xoş gördük. Əlbəttə ki, məclisimiz gözəl bir məclisdir. Mən istərdim ki, çox dəyərli musiqiçilərimizlə sizlərin şərəfinizə gözəl bir musiqi ifa eləyək. Kim rəqs eləmək istəyir, buyursun.
Əziz tədbir iştirakçılarım, hörmətli qonaqlar. İlk öncə dəyərli vaxtınızı alaraq bizim üçün Əziz tədbir iştirakçılarım, hörmətli qonaqlar. İlk öncə dəyərli vaxtınızı alaraq bizim üçün özəl və gözəl olan çox sevinci günlərimizdən birinə təşrif buyurduğunuz üçün sizə sonsuz təşəkkür bildirəm. Bugün buraya gələn hər bir dəvətimiz həqiqətən də bizim üçün dəyərli dostlar, sənət adamlar və ziyarlarımızdır. Hamınız Təxvil Alt qrupumuzun hörmətli üzvləri, nə xoş ki, biz bugün bu möhtəşəm sarayda qrupumuzun 2 illik musiqili əyləncəli tədbirinə və kitab kataloqunun təqdimatı üçün sizlərlə bir aradayıq. Tədbirimizə xoş gəlmişsiniz. İndi isə söz verilir Təxvil Alt qrupunun müavini Vüsalə Yunusovaya. Salam əziz qonaqlar, əziz xanımlar və hörmətli cənablar. Hamınızı salamlayırıq bu gözəl gün münasibəti ilə. Hamınızı ürəkdən təbrik edirik. Bugünkü gün doğrudan da həqiqətən böyük, möhtəşəm bir gündür. Çünki bu gün Təxəyyüllü Art qrupun yaranmasının 2 yaş tamam olur. Və bu 2 il ərzində demək olar ki, biz Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzdik və bir çox sərgilər təşkil elədik. Yəni ki, bizimlə bir olan, bizimlə ürəyi döyünən, həmişə yanımızda olan Təxəyyüllü Art qrupunun bütün üzvlərinə öz təşəkkürümüzü bildirdik. Ona görə hamınızı təbrik edirik, xoş gəlmisiniz. Vüsalə xanım mənimlə birgə təkcə kitab kataloqunun tərtibatında deyil. Qrupun bir-birindən gözəl tədbirlərində aktiv iştirakına görə öz adımdan, xüsusilə qrup üzvləri adından təşəkkür bildirəm. Biz də sizə böyük təşəkkürümüzü bildiririk Natiq müəllim. Yəni ki, 2 il əvvəl bu qrup yarandı və irəliyə doğru addım-addım irəlilədi. Təşəkkürlər. Tədbir öncəsi sizləri bizim bugünümüz və sabahımız üçün öz canlarını fəda etmiş cəmi şəriflərimizin ruhunu Azərbaycan himnin sədəli altında almağa dəvət edirəm.
Ölkəmiz, şəhərlərimizə rəhmət etsin. Amin. Hörmətli qonaqlar, aramızda Qazax şair dostumuz var. Sayat bəy, xoş gəlmişsiniz. Alqışlayın. Добро пожаловать, Sayatbek. Məqsədimiz bu qrupda istedadlı rəssamları, şairləri, aşıqları, musiqimizin, incəsənətimizin, ədəbiyyatımızın bir sözlə yaradıcı insanların cəmiyyəti təqdim etmək və hər bir kəsə yüksək estetik zövq aşılamaqdan ibarətdir. Qrup üzvlərinin əsərlərinin daha geniş publikaya tanıdılması, milli mədəni irsimizin təşviqi, ənənə, klassik və müasir baxışın nəzəri və təcrübi bilik və vərdişlərin formalaşması, milli və müasir irsimizin zənginləşməsinə xidmət edən meylərin əks olmasıdır. Yeni layihələr həyata keçirmək, ölkəmizdə keçirilən sərgilər, kitab təqdimatları, konsertlər və yeniliklər barədə məlumat verməkdən ibarətdir. Bütün bu peşələrin birləşdirən müqəddəs bir ruh vardır. Bu ruh musiqini, rəssamlığı, ədəbiyyatı birləşdirən